Qurd dərmanı sirop şəklində aldım və peşman oldum. Pişiklərimə baxanda bilərsiniz niyə peşman olduğumu. Əslində mən həmişə tabletka şəklində vermişəm. Bu dəfə də istədim fərqlilik olsun, həm də pişiklərim üçün təsirini yoxlamaq istədim. İstəyir tabletka, istəyir sirop pişiyin çəkisinə uyğun verilir. Həkim çəkisinə uyğun, məsələn 3 kiloqramlıq pişiyə 1 milli çək ver dedi. Əslində bu video çoxdan çəkilmişdi. Montaj edib paylaşmaq bu günə qismət oldu. Dərmanı aldığım günü sabahsı çəkib paylaşmaq istədim, amma alınmadı. Araya başqa vloqlar girdi. Yadımdan da çıxdı. Bunu paylaşmaq yadımdan çıxmışdı. Bir də sizdən kiçik bir xahişim var dostlar. Kanalımıza abunə olun, videolarımızı bəyənin. Dəstəyiniz bizim üçün vacibdir. Həm abunələrimiz artsın, həm bağış sayımız artsın. Biz də həvəslə videolar çəkək inşallah. Daha da yaxşı, daha da maraqlı videolar çəkməyə çalışaram. Hələ yeniyəm mən də. Əlimdən gəldiyi qədər elədiyim qulluqlar, öyrəndiyim pişiklər haqqında nə varsa hamısını sizlərlə çəkib paylaşaram inşallah. Siz də məndən hansı videolarımı çəkməyimi istəyirsinizsə şərhlərdə yazın. Nə maraqlıdır, hansı suallar maraqlıdırsa şərhlərdə yazıb soruşa bilərsiniz. Açılışı Dorişlə eləyirik. Dorişə bu aralar o qədər dərman, vitamin verdim. Ağız baxımı elədim. Doriş məndən qaçır. Burada da məndən soruşsaz ki, hansı dərmanı vermək daha rahat idi. Məncə sirop elə də rahat gördünüz ki, qıraqda qaçdı, istədi qaytara, qaytarmadı amma uddu. Məncə tabletkanı vermək daha rahatdır. Mən bir də bu dərmandan almaq fikrim yoxdur. Bu qurd dərmanından, yəni vermək bəlkə də təsiri yaxşıdır, amma yəni vermək heç də rahat olmur. Yəni pişiklər qaytarmaq istəyir, öymək istəyir belə deyim. İstəyirlər ki, onu qaytaralar, amma qaytarmırlar. Mən qoymadım. Ona görə də bu dərmanı aldığıma peşman oldum. Amma istifadə edərəm, çünki almışam daha bir də vaxtı gələndə. Mən 1 aydan bir, 2 aydan bir belə həkim demişdi, verə bilərsən. Onu da deyim ki, pişiklərə qurd dərmanı ac qarnına verilməlidir. Nə su, nə yemək, heç nə yeməməlidirlər. Yəni verəndən sonra da 2 saatdan sonra yemək, su verə bilərsiniz. Elə Dorişdən qurtardıq. İndi gəldik qoca Mikimizə. Qoca Mikimiz o da durmaq istəmir. O da çox narazı pişikdir. Yəni belə dərmandan heç xoşu gəlmir. Amma deyim ki, pişiklərimin ən çox iynə dərman qəbul eləyəni Mikidir. Ondan çox iynə dərman qəbul eləyən olmayıb. Çünki o çox tez-tez xəstələndi. Başına o qədər hadisələr gəldi, yaralandı. Neçə dəfə xəstələndi, ölümdən döndü. Ən çox iynə dərman o pişik üçün olub, o pişiyimiz üçün olub. İndi gördüyünüz kimi bax ona da verəndə bir təhər yazığı incidə boğazından tuta-tuta, yəni ağzından tutdum, boğazından tutdum, hər yerini incitdim. Amma axırda verdim. Siz dərman versəz köməkdən istifadə edin. Mənim köməyim yox idi. Mən də çox vaxt köməkdən istifadə edirəm, yoxsa mümkün olmur heç vaxt. Yəni əlimi cırırlar, heç elə olur, dərman yerə tökülür, verə bilmirəm, o qədərəm. Burada hasar görsənir, amma köməksiz eləməyə çalışmayın. Köməksiz olanda, yəni qıraqdan onlara əziyyət çəkilirmiş kimi görsənirik, amma biz onların yaxşılığı üçün eləyirik. Videomuzun sonuna gəldik. Özünüzə yaxşı baxın, bizə dəstək olmağı unutmayın. Sağ olun.